Salam. Biz bugün hazırlaşdıq, qonaq gedirik. Bacım qızı xaricdə yaşayır. İndi o yoldaşı ilə gəliblər Azərbaycana qonaq. Biz onun nə buradakı evini görməmişik, o xaricdəki evini telefonla görmüşük, amma buradakı evini də görməmişik. Özü üçün də çox darıxmışıq. İndi çağırıblar bizi qonaq ki, gəlin. Elə hamısını aptavoy bir yerdə görün. Mən də mini vlog çəkməyə qərar verdim. Niyə? Çünki probkalara görə yoldaşım bir gəlib bizi götür, bir də get, deməli, işdən çıxsın, gəlsin bizi götürsün, gedək. O biraz uzun çəkəcəkdi. Daha doğrusu gec gedib çatacaqdıq da ora. Ona görə də qardaşım, bugün subota voskresenyadır, qardaşım evdə olduğu üçün o gələcək bizim dalımızca. Biz onunla birlikdə əvvəlcə onun evinə gedəcəyik. Sonra gəlinimizi götürəcəyik. O da hazırlaşacaq. Bir yerdə gedəcəyik bəs bacım qızı gilə. İndi mən bu mini vlog çəkməyə qərar verməyimin səbəbi, stola da fikir verməyim, bütün qurtqalarımız, hədiyyələrimiz falan filan sonra tökülüb, geyinib getəcəyik deyə fikir verməyim stola. Mənim bu mini vlog çəkməyə qərar verməyimin səbəbi deməli, qardaşım gilin balaca dizelidir. Mən mütləq o dizeli çəkmək istəyirdim. Bütün vloglarımda olduğu kimi oğlum sizi salamlasın. Xəstəlikdən təzə ayılıb 2 gündür temperaturdan uşağın bir təhər olmuşdu. Deməli, o dizeli mən sizin üçün çəkmək istəyirdim də neçə gündür. Ona görə də indi görürəm ki, biz onlara gedirik. Dedim ki, çalışacağım ki, onu çəkim. Təbii ki, gəlinimizlə, qardaşımla ayrılsa əgər, yapışır onlardan, ancaq onlar olsun da, onların qucağı olsun, onların ayağının altında elə fırlanır, amma bizə az yaxın gəlir də. Ona görə də indi bütün var qüvvətimlə çalışacağım ki, onu çəkim. Siz də görün ki, sevilməyə dəyər yoxsa, çox sevimli, yəni bir balaca sevimli bir itdir. Biz onu çox sevirik. Sizinlə də tanış eləmək istədim. Ona görə dedim ki, bir mini vlog çəkim. Belə, orada görüşərik. Bu da mənim məstanımdır. Məstanım, krasovicamdır mənim. Hazırıq. Yavaş-yavaş hazırlaşın. İndi birazdan cəcə zəng vuracaq ki, uşaq. Skoro tətə prидет. Da, inşallah. Belə. Ay, lookumu da çəkmək yadımdan çıxdı. Deməli, Dənizimin doğum günündə geyindiyim kimi geyinmişəm. Ona görə belə hazırlaşdığımı da çəkmədim. Aksesuarlarım fərqlidir, amma geyim olaraq eynidir. Ona görə də çəkməyə ehtiyac duymadım. На хулиганду. Тишка, 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 тишка. Тишка. Я так видел. О, немножко это. Тишка, тишка, тишка. Тишка. Тишka, tişka, tişka. Fidan bu yemeği yedi. Tişka, Yoxlamısan heç. tişka, tişka. Tişka. Sərdən tərsinə işləyir. Ancaq sən olasan, fidan olsun da. Gəlmir də bizdən. O biri yandır, o başı getdi o. Tişka. Müsbətinə bax. Almayım müsbətinə bax. Fidan bir həftədir bu qonalığı. No comments. Mən bir kino tapmışdım. Qabağıma tapmışdım. Akşam onu açdım ki baxaq. Girmişəm pərdənin Bura hazırlaşmışdıq, gözləyirdik. Oradan girib, O vaxtda oradan çıx, baxırdım. oradan girib, gelib, ora baxır, ora Kino bilirdim yaxşı kinoda, amma bu dərəcədə Məhtəşəm oldu. gərgin olduğunu bilmirdim. İnanın, adam birini gözləyəndə deyirsən ki, tez gəlsin.
Biz deyirik ki kilo qurtarmamış gəlməz. Son 10 dəqiqəsi qalmışdı. İndi o 10 dəqiqəsində də burada baxdıq. Əhval ruhiyyə. Qonaqlığa getmə əhval ruhiyyəsi yox. O psixologiya qonaqlıqda eləmək də var. Dəhşət, möhtəşəm filmdir. Qalan. Qalan baxın. Возьмите меня. Chica! Ne oynayırsan sen? At bu tarafa. Дальше, да? Hə. Hara istəyirsən çok zor. Oy. Orada ağzındakı çıxardır ki onu götürsün. Bunu Косточку возьмите куда-то. O da idare eder. Deməli dünənki mini vlogdan sonra dedim ki, bugün də yolka quracaqdıq. Dedim ki, qoy yolkanı da quraq. Elə onu da çəkim. Biraz böyük mini vlog olsun. İndi işıqlarını da yandırdıq, artıq hər şey hazırdır. Baxın. Новый год günü isə Santa Claus'u xoda salacağıq. Bunun işığını yandıracağıq. Bütün gün onlar yanıq vəziyyətdə qalır Novy God günü. Mən yeni ili uşaq vaxtından ən sevdiyim bayramdır. Ən sevdiyim bayramdır. Deməli mən həmişə valideynlərim yeni ilə hardasa yeni ilə hardasa 2 gün qalmış, 3 gün qalmış. Yəni 31-nə də 2 gün, 3 gün qalmış. Hardasa 27-ci, 28-i belə qurardılar da bizim yolkamızı. Amma mən isə şam ağacımızı, mən isə uşaq vaxtından çox sevərdim ki, biraz tezdən qurulsun. Niyə? Çünki Novy Goddan sonra, yəni 31 dekabrdan sonra biri yenə niço, amma ikisindən sonra ikisi yolka mənə, şam ağacı mənə belə bir təhər gəlir də, yəni xoşlamıram. Mən yeni ildə nə qədər əvvəl qurularsa, o qədər mənə yolka çox xoş gəlir. Amma bayramdan sonra isə mən sevmirəm. Elə istəyirəm ki, tez yığışdıram. 13-ünə qədər yəni saxlamıram. Starı Novy Goda qədər, köhnə yeni ilə qədər saxlamıram mən. Deyərdim ki, nə vaxt ki mənim öz şəxsi evim olar, bir yekə yolkamız olar. Bizim yolkamız belə, mənim hardasa belə də uşaq idim. Məndən biraz uşaq olanda məndən biraz alçaq olardı.
Çox balaca olmazdı, amma belə də biraz alçaq olardı. Amma deyərdim ki, daha doğrusu mamamın bir yaxın bacı kimi dediyi bir rəfiqəsi var idi. O çox belə kulturlu qadın idi. Həm də müəllim kollega yoldaşı idi. Çox kulturlu qadın idi. Mən onun səviyyəsini çox bəyənirdim də, çox elitar qadın idi. Bir dəfə biz onların evinə gedəndə Novi Qod vaxtına düşmüşdü. Yeni il ərəfəsinə düşmüşdü. O yolka qurmuşdu. O qədər zövqlü qadın idi ki. Onun yolkasına dedi ki, gəl mən yolkamı qurmuşam ki, özü bilirdi ki, mən onu uşaq vaxtından çox istəyirəm də. Nəysə, getdi, gətirdi mən ki, gəl bax da. Yerdən pataloka qədər bütün divar, tamam divarın içinə işlənmişdi kitab şkafı. Hamısı da doluydu. Yəni ev bilirsiniz və onun bir tərəfinə yolka qurmuşdu, şam ağacı qurmuşdu. Bir tərəfində də belə yellənən kreslolar olur. Yəni elə kreslo qoymuşdu. Deməli, yəni baxsanız görərdiniz ki, hansısa bir çox zəngin bir evdə çox gözəl bir guşə var idi da. Çox zövqlü qadın idi, evi də o qədər zövqlü idi. Mən onda balacaydım deyə, mən gəldim yolkanın qabağına, ölürdüm də şam ağacı üçün də, yolka üçün ürəyim gedirdi. Mən gəldim yolkanın qarşısında qaldım. Bir dəqiqə mən əlimdə tərpədirəm, qoyum podstavkaya. Deməli, mən onda gəldim yolkanın qarşısında durdum. Balacaydım deyə. Yolkada pataloka qədər idi. Evdə həyət evi idi, tikilmə evi idi. Çox hündür, pataloku hündür idi. Bizdə indi 3 metrdir patalokumuz, 3 metr nə qədərdir. O isə haradasa bir 4 metr falan var idi onun evi. Düz ucu, yolkanın ucu pataloka, tavana çatırdı da, yəni. Mən gəldim, qaldım yolkanın qarşısında, belə baxdım. İndi görün, mən balacayım, mənim üçün lap belə nə boydadır da yolka. Baxdım belə. Birinci dəfə idi ki, o boyda yolkanı evin içində canlı gördüm, evin içində gördüm. Çünki mən elə yolkaları uşaq vaxtı mənim papam, mamam, sonra bibimin yoldaşı bizi şənliklərə aparardı. Biz o şənliklərdə, böyük zallarda şənliklər olardı uşaqlar üçün. Elə yerlərdə görmüşdüm də mən elə yolkanı. O da ki, çox böyük də, böyle küçələrdə qurulan yolkalar kimi idi. Amma evin içində isə hamısı belə balaca, belə orta boy yolkalar görmüşdüm də. Birinci dəfə idi ki, mən yamyaşıl və düz evin içində, düz tavana dəyən yolka görmüşdüm. Və mən dedim ki, mənim nə vaxt öz evim olar, mən yekə yolka, böyük yolka quraram. Sonra və quraram onu noyabrdan. Çünki o qədər çox sevirəm mən yeni ildən əvvəldə yolkanı. Deyərdim ki, mən quraracam noyabrdan. Sonra evimiz oldu. Bu bizim ikinci yolkamızdı. İlk yolkamız bizim patologumuza düz bura çatırdı. Düz bura dəyirdi. Yoldaşıma demişdim ki, çox böyük yolka. Bizim patolog dedi, nə boyda alım? Dedim ki, patologumuz nə hündürlüyündədir? Bax, onun ucu ora dəysin. Çünki elə görmüşdüm, çox xoşum gəlmişdi. Almışdı, aldı, gətirdi, elə də qurdu. Neçə illər biz onu qurdu. Deməli, mən uşaqlarım onda, oğlum hələ yox idi, doğulmamışdı. Amma qızlarım var idi da. Deməli, biz bu evə köçəndə də bu qızım biraz anlayırdı, böyük qızım biraz anlayırdı, amma ikinci qızım isə hələ balacaydı. Mənim ikinci qızım xadolka ilə gəzirdi də. Getdi o yolkanı dartdı, çaxdı yerə. Bax, mən düzəldirdim, getdi, çaxırdı yeri, mən düzəldirdim. Vururdu yerə, mən daha xoşu gəlirdi, iqruşqalarına belə dartırdı. Belə bir şey oynamaq istedi, maraqlı gəlirdi ona. Bir dəfə hətta qaldı özü xadolkayla onun altında başladı ağlamağa. Bu mənim əsmərim. Başladı ağlamağa ki, getdim, gördüm yolkanın altında qalır, görünmür. Onu o qədər bu, deməli, yıxıtdı, sındırdı onun ayağını. Sonra budağında sınıqlar oldu. Uca gördük ki, biz yəni ayağı sınandan sonra da onu yoldaşım düzəltdi, yenə də biz qurduq. Amma sonra budaqlarını falan qırdı, tökdü. O artıq yəni pis günə qaldı da. Sonra dedi, day onu atdıq, tulladıq. Dedi ki, gələn ilə yaxşısını alaram da. Bu dəfə isə dedim ki, bütün həvəsimi çıxartdım da o yolkadan. Bu dəfə isə dedim ki, artıq oğlum olmuşdu, dünyaya gəlmişdi. İndi oğlum iməkliyə gedirdi, xadolka ilə gedirdi. Dedim ki, bu dəfə də o boyda alma.
Biraz ondan balacalı. Bunu aldı. Bu yolkanı aldı. Bu yolka da çox gözəldir. Bunda isə qırmızı belə şeylər vardı və qar dənəcikləri var idi. O isə tamam yaşıl idi. Tam yaşıl demişdim ki, heç nəsiz, heç bir bəzəksiz. Çünki cürbəcürləri var idi. Çox ağ olanlar var idi. Tamamilə ağ olan var. Dedim, yox, yamyaşıl istəyirəm. O belə idi. Bu dəfə isə videoların çəkdi. Buna mənim çox xoşum gəldi. Gördüm, yamyaşıldır, üstündə qırmızı belə dənələr var. O qədər xoşum gəldi. Dedim, o qədər yolkanın içindən dedim ki, daha doğrusu video ilə çəkib atırdı ki, hansını bəyənirsən də. Çünki bilir ki, mən yolka xəstəsiyəm, Novi Qotçun ölürəm. Bunu mən seçdim. Dedi ki, amma bu patoloka dəyməyəcək. Dedim, eybi yox. Sonra bunu qurduq. Düzdür, bunu da mənim oğluşum bir il, elə bil ki, o xadolkalıq olan ili deməli 2 dəfə yıxıtdı. Amma bu biraz möhkəm çıxdı. Bu sınmadı. Bir də ki, gəldim gördüm ki, deməli işığı qalıb yolkanın altında xadolka ilə işığı çeynəyir. Götürüb belə o şunları çəkib işığın çeynəyir. O çeynədiyi işıq indi də buradadır. Deməli, qırmızı bizim bayrağımızın rəngləri idi. Bu qırmızı, göy, yox, bayrağımız rəngdədir, üzr istəyirəm. Qırmızı, sarı, göy rəngdə yanırdı. Mən də göy rənginə xoşum gəlmirdi. Deyirdim, qırmızı, sarı qəşəng görür, amma göy xoşlamırdım da. Bir də ki, mən belə tamamilə sarı işıq xoşlayıram. Ona görə o biri aldığımız işıqlar hamısı sarıdır. Bu çeynədi çox təəccüblüdür ki, imin o göy olan şunuru ki var, yəqin onu xarab eləyib ki, keçirtdim işığı, gördüm ki, qırmızı ilə sarı yanır, göy xarab olub, yanmır. Onu saxladım. İndi də baxın, hələ salamatda işlədirik. Ancaq qırmızı ilə sarısı yanır. Onun göy işığını xarab eləyən çeynəyən mənim bu oğlumdan yadigar qalıb. İndi bu işıq nə vaxt xarab olar, ondan sonra tullayaram da. Çünki sevdiyim rəngləri qalıb. Belə, neysə, indi qurduq, belə düzəltdik. O qədər həvəsim var ki, uşaqları da belə də bunların bəzəkləri hamısını hissi özüm almışam hamısı. Harada görmüşəm, almışam, harada görmüşəm, almışam da ölürəm də. Bu heç bir şeydir ya mənim üçün. Bir də ki, yeni il əşyaları bahadır, çox bahadır. Mən gözlədim bir dəfə, daha doğrusu keçən il gözlədim ki, dedim yeni ildən sonra biraz ucuzlaşar da. Ucuzlaşsa alaram. Sözün düzü ucuzlaşmadı. Oy, yavaş. Sözün düzü ucuzlaşmadı. Bir də ki, tezdə yığışdırdılar. Heç də ucuzlaşmadı. Çünki bu sezonla onsuz da hər il bunu qoyurlar satışa. Ona görə ucuzlaşmadı. Çox bahadır deyə ürəyim gəlmir də o qədər də pulları, sözün düzü. Yəni ki, çox maddi vəziyyətim çox yaxşı olsa, onun pulu mənim gözümə görünməsə, nələr eləyərəm də, nələr düzəldərəm, mən buralarda nələr düzəldərəm də. Daha şirkətləri çağırırlar, evi bəzəyirlər, bəzətdirirlər. Elə mənə təbii gəlmir də, mən özüm uşaqlarımla istəyirəm ki, düzəldəm. Nələr eləyərəm, nələr alıram. Amma maddi vəziyyətim elə o elə deyil ki, mən də durum o qədər pul verim də. Nə bilim də, mənim istədiyim şeylər 1000 manatdan yuxarı mən pul xərcləməliyəm də. Özüm boyda, misal üçün, mən şeyi xoşlayıram. Özüm boyda, özümdən hündür daha doğrusu, Santa Claus istəyərəm. Var da dükanlarda, ürəyim gedir, o baha da özdə. Ürəyim gedir də belə, nə boyda, məndən də hündür belə Santa Claus olsun, adam elə bilsin ki, belə. Prosta ki, evdə onu sabah saxlamağa yeri yox, sonra ona verməyə o qədər pul yox. Nə vaxt ki, belə çox əgər varlı olsam, ya evladlarım elə olsalar, onlar məncə eləyəcəklər. Mənim o bütün xoşladığım şeylər, çünki bunlara aşılamışam hamısını. Hamısını bunlara aşılamışam, bunların da elə arzuları var. İnşallah, Allah da ömür versə, mən də görərəm. Belə, dünənki videodan sonra, bugün yolkanı qurmaq üçün dedim ki, qoy çəkək. Bilmirəm, siz necə qurursunuz, nə vaxt qurursunuz. Amma mən isə belə xoşlayıram. Tezdən qururam, 13-nə qədər də saxlamıram. Ən geci, yəni ki, dərs başlayır, çünki kanikul az verirlər. Ona görə də dərs başlayana qədər çalışırıq ki, sökək, yığışdıraq. Əgər evdə adam olubsa, qonaq olubsa, çatdırmamışamsa, o dərs başladığı həftənin artıq ya subotası, ya voskresiyeti, ya şənbəsi, ya bazarı artıq biz sökürük. Yəni 13-nə qədər bir dəfə saxlamışam mən. Onda da ki, da belə ay da dözə bilmədim, ürəyim partlayırdı. Yoldaşım dedi ki, də onudur bugün. 3 gün də gözlə də. Onda uşaqlar elə balacaydı. İndi isə maşallah elə tap bataraq deyirəm, yığışdırdıq. Bunlardan
var. Norik 2 dənəsini seçdi. Biri yolka idi, biri nə idi Norik? Santa Claus'dur. Öz qapısının, öz otağının qapısının şüşələrinə yapışdırdı. Qızlar da keçən il yapışdırmışdılar, amma bu il isə dedilər ki, yox, daha böyüyüblər də bunlar. Bu il isə dedilər ki, yox, biz öz qapımıza vurduqlarımızı bura vuraq. Onlar özlərinki vurdular, amma oğluşum getdi, apardı, götürdü, özü seçdi hansılarını istədi, apardı, öz qapısına vurdu. Haçan yuxarı qalsam bir gün onu da çəkərəm. Belə, çox tezdən oyanmışam, işlərimi görmüşəm, qutarmışam. Bunu da qurdum, qutardım, sizə də çəkdim. İndi gedim, günorta uşaqların yeməyini mən hazırlayım, daha doğrusu hazırdır, yeməklərini verim, yedizdirim bunları. Yuyum, yığışdırım, axşamın hayına qalım. Sizlə isə burada sağollaşıram. Xoş bayramlar, xoş günlər. İnşallah Allah qoysa hamı üçün yeni il çox uğurla gəlsin. Çox bu ili də xoş xatirələrlə yola salın. 31-nə qədər hələ vaxt var. 31-dən sonra da 2026-nı da xoş hadisələrlə qarşılayın inşallah. Bizim bilməm dizelimizi də bəyəndiniz yoxsa? Bizim dizelimiz öz evində idi. Bizə gələndə biraz o qədər də qudurmur. Amma yenə də qardaşımın üstünə, gəlinimizin üstünə onlara yapışır da güclə qopardır, qucağımıza tuturuq, əzizləyirik. Belə çox da amma öz evində, yəni qardaşım girdi, o elə qudurur ki, bana heç cür çəkə bilmirdim. Qaçırdı bura, qaçırdı ora. Topu, nə bilim, iqruşkası vardı, belə sümük kimi, sümük formasında iqruşkası vardı, topu var idi. Nuri qatırdı bura, buradan qaçırdı ora, orada bir qudurmuşdu ki, yəni mən öz evimdə, baxın belə bizə force eləyirdi. Axırda da getdi, qardaşımın gördü ki, biz ondan əl çəkmirik, getdi, qardaşımın qucağına girdi. Dedi ki, yaxşı da o sığalırsa, mən heç olmasa burada sığallayın. Aman da onlardan əl çəkmir də. Amma ki, bir təhər çəkə bildim. Nə qədər bacarıb da çəkdim, arada özümü də çəkdim. Girdim onların qarderob otağına, orada boy aynası vardı, orada çəkdim, sonra hamamda çəkdim. Belə də bilmirəm, indi nə bacardımsa elədim. Çox professional olmasam da, inşallah ki, maraqlı olar sizə. Əvvəli dünənki idi, bugünkü də yolka. Belə